Mən Goranboy rayonunun Hazrəhmədli kəndində Turab Məmmədov adına tam orta məktəbdə 35 il Azərbaycan dili ədəbiyyat müəlliməsi işləmişəm. İşlədiyim müddətdə diaqnostika balım 38 olub sırf ixtisasdan, sertifikasiya imtahanında mənim balım 28 olubdu. Amma mənim bu 2 il müddətində Elçin Kərimov tərəfindən və Goranboy sektor müdiri Vüsal Cəfərov tərəfindən qarşılaşdığım və mənə qarşı haqsızlıqlar 2 ildir davam edir. Mən bu haqsızlıqlara görə Azərbaycan dövlətimizin, konstitusiyamızın qanunlarına görə döymədiyim qapılar, döymədiyim qurumlar və nazirliklər qalmamışdır. Amma bu nazirliklər, bu qurumlar, döymədiyim qapılar hamısı deməli Elçin Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov haqqında və onun qanunsuz əməlləri haqqında, hətta Goranboy rayonunda nə qədər 70-ci ilə sertifikasiya imtahanından kəsilmiş müəllimləri deməli yenidən məktəbdə müəllim saxlayır və bunlardan mən adını da çəkə bilərəm. Turab Məmmədov adına Hazrəhmədli tam orta məktəbində Azərbaycan dili ədəbiyyat müəlliməsi Cücayət Abdullayevanı, Mədəniyyət evindən mən burada 35 ilin müəllimi müəyyən statuslarla layiq olan statuslarla əhatə olunmuş bir müəlliməni kənarda qoyur. Mədəniyyət evindən heç bir müsabiqədən, imtahandan keçməmiş Sevda Məmmədovanı əvvəlcə yalançı bir əmr ilə Elçin Kərimov deməli, hətta bu əmri deməli yalandan 59 bal toplamaq adı ilə həmin sənəd mənim əlimdə var, rəsmi sənəd. Goranboy rayon prokuroru Kamran Məmmədov tərəfindən mənə verilibdir. Bəli, bu sənədlər mənim əlimdə rəsmidir. Həmin bu sənədlərə görə Sevda Məmmədova əvvəlcə kitabxana müdiri işlədi, güya ki, amma halbuki kitabxana müdiri deyildi. Bəs kitabxana müdiri deyilsə də, bu insan imtahandan keçməyibsə də, müsahibədən keçməyibsə də, necə bu əmr verilir və sonradan bir yol ilə müəyyən özlərinə sərf eləyən qaydada Vüsal Cəfərovun və Elçin Kərimovun yenidən onu təsərrüfat müdiri Turab Məmmədov adına Hazrəhmədli tam orta məktəbinə qoydular. Və bu dəqiqədə deməli Elçin Kərimov maddiyyət xatirinə Sevda Məmmədovanın belə deyək də, onun müqavilə müddətini uzadır. Ondan sonra 2 ildir mən bu qədər statuslarla Əlil evlad anasıyam, 41-45-in mərhumunun qızıyam. Bu qədər yüksək balla mən kənardayam, qazi ailəsiyəm. Amma Elçin Kərimov məni bir mənalı şəkildə təhsilə yaxın buraxmır. 2 il vakansiyada olan məktəbində kitabxana müdiri vəzifəsini yenidən deməli ağzı bağlı saxladı və yenidən 68 yaşlı qoca Məxbarə Məmmədovanı Kələk məktəbindən gətirdi Hazrəhmədli məktəbinə, həmin vakansiyada kitabxana müdiri vəzifəsinə yerləşdirdi. Bu hansı qanuna sığır? Deməli Goranboy rayonunun Bəşirli kəndidir, Hazrəhmədlidir. Sonra Gürzallardır, rayon 1 və 2 saylı məktəbləri, sonra Xan-Qərvət məktəbində, Xınnalı məktəbində, Kələk məktəbində Elçin Kərimovun bütün qanunsuz əməlləri, hətta 70-ci ilə işinə xitam verən müəllimləri yenidən müəllim kimi yerləşdirib. Əlbəttə ki, maddiyyət xatirinə. Mən buradan cənab prezidentə və belə deyim də, Ali Baş Komandana müraciət edirəm ki, çox xahiş edirəm, o bütün çıxışlarında Azərbaycan vətəndaşlarına bəyan edir ki, siz yerlərdən siqnalları mənə çatdırın, mən qanunsuzluqlar edən məmurları cəzalandıracağam. Amma mən buradan ona görə cənab prezidentə səslənirəm ki, bu qədər Vüsal Cəfərov və Elçin Kərimov qanunsuzluqlar edir. Nəyə görə onun qanunsuzluqları və onun arxasında duran və kimlər bu məmurları dəstəkləyir? Mən bir ziyalı kimi, 35 ilin ziyalısı kimi bilmək istəyirəm ki, və prezidentimə səslənirəm ki, çox xahiş edirəm, bu məmurları baş prokurorluğa Kamran Əliyevə tapşırıq versin ki, bunlar öz cəzasını alsınlar. Hətta Elçin Kərimovun, onu da qeyd edim ki,
öz əhatəsində olan ailə piramidası düzəltdiyi Elvin Məmmədtağıyev və onun həyat yoldaşı Nailə Məmmədtağıyeva hər dəfə mənə şablon cavablar göndərir. Mən kənardayam. Azər İbrahimov, Rövşən Kərimov hansı qanunla 8 dəfə dövlət qulluğundan 0 bal toplamışlar? Necə Elçin Kərimovun əhatəsində işləyirlər? Mən sorğulayıram Elçin Kərimovdan, amma Elçin Kərimovu ona görə cənab prezidentimə səslənirəm ki, onun arxasında duram və onu dəstəkləyən kimdirsə, cənab baş prokurorumuz, çox xahiş edirəm, onun bütün əmək fəaliyyəti və qanunsuzluqları araşdırılsın və cəmiyyətə bəyan edilsin ki, təhsil və regional idarə onun şəxsi mülki deyil. Məni qəbul etmir, dinləmir. 2 ildir mən dövlət düşməniyəm, xalq düşməniyəm ki, məni təhsilə yaxın buraxmır Elçin Kərimov. Şəxsi mülküdür Elçin Kərimovun. Oğuz 2019-cu ildə Oğuz təhsilində məhkəmə arqumentləri var onun. Oğuz təhsilini talan etdi, indi də Gəncə təhsilini. Bu hansı qanuna sığır? Emin Əmrullayev bir mənalı şəkildə nazir kimi bilməlidir ki, belə qanunsuzluqlarla məşğul olan Elçin Kərimov kimi, Vüsal Cəfərov kimi, Azər İbrahimov kimi, Rövşən Kərimov kimi məmurlar necə vəzifə başındadılar? Mən onu bilmək istəyirəm. Cənab prezident, çox xahiş edirəm, mənim bir ziyalı kimi, bir ana kimi, 35 ilin müəlliməsi kimi nəyə görə mən kənardayam, nəyə görə qeyri-qanunu 70-ci yesinlə işdən azad edilən ziyalılar müəllim kimi Elçin Kərimov onları yerləşdirib, Hacı Rəhmətli məktəbində, başqa məktəblərdə diplomları saxta olanlar, hansını deyim, qanunsuzluqlar baş alıb gedir, necə deyim, bütün rayon məktəbində, Gəncə məktəblərinin bir adlarını deyə bilərəm. Məktəb otaqlarını repetitor yuvasına çevirtdirib Elçin Kərimov. Maddiyyat xatirinə hansını deyim Elçin Kərimovun qanunsuzluqları yerə göyə sığmır. Xahiş edirəm cənab prezident, səsimə səs verin bir ana kimi. Mən niyə kənardayım 2 ildir cənab prezident? Xahiş edirəm Elçin Kərimovu cəzalandırın, Vüsal Cəfərovu cəzalandırın. Onlar layiqli cəzasını cəmiyyət qarşısında alsınlar. Cəmiyyət bilsin ki, mənim prezidentim təkdir. Hansı məmuru vəzifə başına qoyursa da neynəsin cənab prezident? Hamısı saxtakarlıqla məşğul olurlar, qanunsuzluqlarla məşğul olurlar. Emin Əmrullayev də bir mənalı şəkildə bu qanunsuzluqlara göz yumur, nazir kimi.